Özləşmə çekləri ümidlə saxlayan vətəndaşlar. Biz nümayəndə olaraq bugün prezident aparatında cənab prezidentin köməkçisi Kərəm Həsənovun qəbulunda olduq. Ondan xahiş etdik ki, bizə məlumat versin ki, yeni özəlləşdirmə qanununda özəlləşmə çekləri ilə bağlı maddələr varmı və ya olacaqmı? Cənab Həsənov bizə bildirdi ki, yeni qanunun hazırlanmasında o iştirak etmir və bu iş prezident aparatında Şahmar Möhsümov, Natiq Əmirov və Gündüz Kərimova həvalə edilib. Sonra Ali məhkəmədə özləşmə çekləri ilə bağlı məhkəmə işinə baxılacağını bildirdik. Dövlət Əmlak Xidmətinin sabiq sədri kimi bizim suallara cavab verməsini xahiş etdik. Dövlət Əmlak Xidmətinin nümayəndələrinin məhkəmədə heç bir rəsmi sənəd təqdim etməyərək, şifahi olaraq özləşmə çeklərinin dövriyyədən çıxarıldığını söylədiklərini bildirdik. Suallarımızı cavablandırması barədə və rəsmi sənədlərin təqdim edilməsi barədə əvvəllər və bu gündə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini olan Rüstəm Şahbazovun cavabdeh olduğunu bildirdi. Eyni zamanda tezliklə suallara rəsmi qaydada cavab veriləcəyini təmin etmək üçün bizim şikayət məktubunu və sənədləri şəxsən Rüstəm Şahbazova göndərəcəyini bildirdi. Bizə birbaşa Dövlət Əmlak Xidmətində Şahbazovla əlaqə saxlamağı və hətta qəbuluna getməyi məsləhət gördü. Və bildirdi ki, bütün arxiv sənədlərindən Şahbazovun xəbəri var. Həmin dövrdəki məlumatlara əsaslanaraq Şahbazov məhkəmələrdə vətəndaşlar tərəfindən verilən suallara rəsmi cavab verməlidir. Ümumilikdə Kərəm müəllim bizə çox gözəl və sadə yolla bir qanun qaydasını və nə demək olduğunu söyləyərək vətəndaşların tərəfində olduğunu söyləməyə çalışdı. Misal formasında dediyi həqiqətlər vətəndaşların tələbinin qanunla düz olduğuna bir işarə idi. Kərəm müəllim belə bir misal çəkdi ki, ümumilikdə qanunla dövriyyədən çıxarılan hər hansı, məsələn, ya narkotik mi, ya qadağan olunan kitablar mı və ya pul o vaxt dövriyyədən çıxarılmış və ya ləğv olunmuş hesab olunur ki, onlar tam olaraq məhv edilir. Bu isə o deməkdir ki, əgər 100 minlərlə ailədə hələ də özləşmə çekləri qalıbsa, deməli, qanunla dövriyyədədir. Çünki hətta qanunvericilikdə istifadə olunmuş, yəni aksiyonda istifadə edilmiş çeklər cırıldıktan sonra məhv edilirdi. Yəni sizin çeklər məhv edilməyibsə, onlar hələ də qanunla dövriyyədədir. Sadəcə yatıb yuxudan oyatmaq lazımdır. Zarafat da olsa deməliyəm ki, bunun üçün birinci növbədə bütün çek sahibləri yuxudan oyanmalıdır. Biz cavab gözləyirik. Ancaq ümidimiz azdır ki, Şahbazov bizim 4 suala tam və düzgün cavab verəcək. Çünki bizə cavab vermək mümkün olsa idi. Bu günə qədər olan məhkəmədə çoxdan cavab verərdilər. Bu səbəbdən dostlar, bütün deputatlara müraciət etmək vacibdir. Çünki yeni özəlləşdirmə qanunu deputatlar tərəfindən qəbul ediləcəkdir. Xalqın nümayəndələri kimi onlar həqiqətləri bilməli və qanun pozuntularını yeni qanunlardan qaldırmalıdırlar. Xalqın cibinə girmək istəyən və qanunları pozan məmurlara qarşı
mübarizede Cənab Prezident'e ve halka dayak olmalıdırlar. Dostlar, Facebook'ta özelleştirme çekleri grubunda paylaşın ki hamı bilsin. Her bir vatandaş öz ailesi adından deputatına müracaat etsin. Jurnalistlerden xahiş edin, kömək etsinler. Bizim bu 3 sualımıza emlak meseleler devlet hizmetinden ve Merkezi Bank'tan düzgün cevap almağa yardımcı olsunlar. Birinci, özelleştirme çekleri devriyeden çıkarılıp mı? İkinci, eğer çıkarılıpsa kanuna, mülkü məcəllə uyğun olaraq mətbuatda 7 gün əvvəl məlumat harada verilib. Üçüncü, kanuna uyğun olaraq Merkezi Bank tərəfindən çeklerin devreden çıkarılması qaydası barədə harada yazılıb. Allah böyükdür. Paylaşın dostlar. Belə sizin əziyyətiniz və köməyiniz bu xəbər köməyinizlə bu xəbər Cənab Prezidentə çatar.